ABŞ, İsrail və İran arasında davam edən savaşda yalnız onlar yox, həm də müharibədə iştirak etməyən tərəflər də ciddi maddi, fiziki və mənəvi itkilərlə qarşılaşıblar. Yaxın Şərqdə davam edən münaqişə zamanı təxminən 2000 nəfər həlak olub, 16 min nəfər yaralanıb. Təbii ki, ölən və yaralananların ən böyük hissəsi İranın payına düşsə də, Körfəz ölkələrində də itkilər az deyil. Bilirsiniz, 91-ci ildə bu təcrübə var. Küveyt İraqın işğalına məruz qalanda Amerika Birləşmiş Ştatları koalisiya ilə bir yerdə, 42 ölkə ilə bir yerdə onun yardımına gəldi və işğalı sonlandırdı çox qısa zamanda, 100 saatlıq əməliyyatla. Və bununla da həmin dövrdə vurğulamaq lazımdır ki, həmin dövrdə Körfəz ölkələri maliyyə cənnəti, vergi cənnəti statusunu qoruyub saxlaya bildi. Amerikanın və koalisiya qüvvələrinin patronajlığı altında və zaman-zaman onlar regional layihələrə və beynəlxalq layihələrə yatırımlar ediblər. Bu gün isə baş verən müharibə həmin o regional və beynəlxalq layihələri birbaşa təhdid altına alır. Ümumiyyətlə, yaxın və orta şərq dünya siyasəti və iqtisadiyyatında mühüm rol oynayan geosiyasi mövqeyə malikdir. Dünya qaz ehtiyatının çox hissəsi bu regionun payına düşür. Bu da xarici şirkətlərin coğrafiyaya marağını artırır. Regionda neft kimya kompleksləri, metallurgiya müəssisələri, mis əritmə zavodları xeyli saydadır. Eləcə də emal sənayesinin inkişaf etdirilməsi məqsədi ilə bu ölkələrə xarici sahibkarlar cəlb olunur. Hazırda davam edən müharibə mövcud imkanları risk altına alır. Lakin ekspertlər məsələ ilə bağlı nikbin düşünürlər. Mən düşünürəm ki, müharibənin növbəti günlərində və həftələrində Körfəz ölkələrinin təhlükəsizlik məsələsi tam təmin olunmuş olacaq, raket hücumlarından xüsusilə. Buna görə də biz irəli baxarkən nəticədə görəcəyik ki, bu müharibənin sonucunda Ərəb ölkəsi, Ərəb dünyası, xüsusilə zəngin Ərəb dünyası koalisiya qüvvələrin yanındadır. Və onlar yeni bir regional birliklərin, iqtisadi birliklər, hərbi birliklər, siyasi birliklər yaranmasına rəvac verəcək deyə düşünürəm. Deməli, hazırki vəziyyətdə müəyyən riskli şərait müşahidə edilsə də, ümumilikdə yaxın şərq hücumların gətirəcəyi itkilərdən sığortalanıb.